Mümin müminat, Müslüm müslümatın ruhlarına salavat zikr أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين خالق السماوات والأرضين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وعترته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah Tebareke ve Teala ibadətlərimizi qəbul eləsin inşallah. Günah, səhv və xətalarımızdan əfv qələm çəksin. Allah Təbareke və Teala bizləri bağışlasın inşallah. Allah Təbareke və Teala buyurur: Sad suresinin axır ayələrindən buyurur: İz qâle rabbuke lil melâiketi inni khâliqun beşeren min tin fe izâ sevveytuhu ve nefextu fihi min ruhi fega'u lehu sâcidin fesecedel melâiketu kulluhum أجمعون إلا إبليس استكبر وكان من الكافرين قال يا إبليس ما منعك أن تسجد لما خلقت بيدي استكبرت أم كنت من العالين. Bu ayet-i şerifenin inşallah ətrafında bugün söhbət edəcəyik. Söhbətimiz budur. Əyyam-ı Fatimədir, salamullah aleyha. Yəni, Əyyam-ı Fatimə adətən insanlar bunun iki vəfat arasını saxlayırlar, amma biz Əyyam-ı Fatimə, elə bütün günlərimiz Əyyam-ı Fatimədir, Mövludu yaxınlaşır. Bu vəfatı ilə Mövludun fasiləsi elə Əyyam-ı Fatimədir. Əyyam-ı Fatimə əza saxlamaq deyil ki, bəziləri elə bilirlər ki, Əyyam-ı Fatimə, yəni mərsi oxuyasan, əzası xeyr. Əyyam-ı Fatimə elə şadlıqdır, şadlıq da eləyə bilərsən. Əyyam-ı Fatimə bu günlər şadlıq günləridir. Vəfat qutarıb, xanımın Mövludu yaxınlaşır. Eləyə bilərsən, nə eləyəsən? Şadlıq da eləyəsən. Əyyam-ı Fatimə məxsus deyil rəzaya ki. Bir gün Ağa Rəsulullah sallallahu aleyhi və səlləm əyləşmişdi məsciddə. Səhabələr də ətrafında, dövrəsində əyləşmişdilər, söhbət edirdilər. Bir ərəb icazə istədi. Daxil oldu içəri, icazə istədi ki, ya Rəsulallah, ayam mənə icazə verirsinizmi, mən sizdən bir söz soruşum. Görürsün, ədəb qaydaları var idi. Bu ərəb də ədəbli insan idi, çox ədəbli insan idi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu ki, soruş. O ərəb dedi ki, ya Rəsulallah, Allah Təbarəkə və Teala Qur'an-ı Kərimdə bir ayə buyurur. O ayənin mənasını istəyirəm bilim. Buyurur ki, Qalə ya İblisu, Allah buyurdu, ey İblis,
ما منعك أن تسجد لما خلقت بيدي. Sənə nə mane oldu mən öz əlimlə yaratdığıma səcdə edəsən? Nə mane oldu səcdə etmədin, etməkliyindən? Mane iki şey var idi. Onlar da Allah buyurur. Əstəkbərtə, təkəbbürlük etdinmi? Səcdə etmədin. Bəs səcdə etməməkliyin bir səbəbi budur. İnsan təkəbbür əhli olar, səcdə eləməz. Bir nəfər görərsən ki, səcdə etmir. Niyə görə səcdə etmir? Özünü yuxarı tutur, özünü uca tutur. Əstəkbərtə əm kuntə minəl alin. Yoxsa sən ucalardandın. Söhbət buradadır. Mən istəyirəm bu ayələrin hamısını oxuyum sizin üçün. Sonra bu bəhsi başlayaq. Ki, biləsiz ki, mövzu nədir, söhbət nədir? İz qalə rabbuka lil mələikəti. Peyğəmbər o zamanı ki, sənin Rəbbin mələklərə buyurdu, mələklərə əmr elədi, dedi: İnni xaliqun bəşərən min tin. Mən palçıqdan bir bəşər yaradıram. Bir bəşər yaradıram. Fəizə səvvəytuhu. Elə ki, o düzəldi, düzəltdim onu düzəltdim. Və nəfəxtu fihi min ruhi. Və ona öz ruhumdan nəfxə elədim, püflədim. Fəqəu ləhu sacidin. Hamınız düşün, ona səcdə edin. Hamınız düşün, səcdə edin. Əmr olundu mələklərə. Fəsəcədəl mələikətu kullahum. Bütün mələklər hamısı səcdə etdilər, əcməun, birlikdə. Hamı səcdə elədi. İlla iblis. Yalnız iblis etmədi. Və etməməyliyinin səbəbini Allah burada buyurur. İstəkbərə. Təkəbbürlük elədi, özünü böyük sandı. Burada bir dənə məsələ vardı. Təkəbbürlük nə deməkdir? Biz deyirik təkəbbürlük nə deməkdir? Allah Teala bir şeydir, insanlara veribdir. Necə ki, insan təvazökar olur, elə o cürünə də təkəbbür olur. Təvazökar olur, görürsən biri üçün ayağa durur, təzim eləyir, xoş gəldin deyir, salam verir, mehriban olur, təvazökardır. Bir dəfə də var ki, xeyr, bir insan təvazökar deyil, təkəbbürlüdür, dartır özünü. Bu təkəbbür nə deməkdir? Kəbürə sözündəndir, böyük olmaq. Biz Allahu Əkbər deyirik. Kökü o sözdəndir. Əkbər əfəli təfzildir. Əfəli təfzildir. Təfzil ədatıdır, əkbəri təfzildir. Təfzil ədatı budur ki, Allah ən böyükdir. Hər bir şeydən ucadır. Əslində onun mənası minlə mütəəddi olar. Əsl mənası belədir. Allahu Əkbəru min ən yusəf. Allah ucadır o şeylərdən ki, onu müşriklər vəsf edirlər. Allah onların hamısından nədir? Ucadır, böyükdür. Kəbirdir, böyükdür. Amma təkəbbür nə deməkdir? Təfəül babındandır. Təfəül babının adəti budur ki,
bir şey, feil orada daxil olanda o feilin sahibi o feili qəbul etmiş olur. İndi mən izah edeyim. Bir dəfə biz deyirik ki, filan kəs böyükdür, ucadır, alidir. Məsələn, görürsən, o filan kəs heç də ucalıq eləmir. Elə görürsən ki, təzim edir, təvazökarlıq eləyir, falan. Bu cürdür. Amma böyükdür. Biz ona böyük kimi baxırıq. Bir dəfə var, xeyr, görürsən ki, o filan kəs baxır güzgüyə, deyir ki, görür ki, hamı buna ağa deyir. Baxır güzgüyə, deyir, elə mən ağayam da. Ağalığı qəbul edir. Buna deyərlər təkəbbür. Səndən o fərdin nə fərqi var? Onu da Allah yaradıb, səni də Allah yaradıb. O da Allahın məxluqudur, sən də Allahın məxluqusan. Sənə də Allah ruzu verir, ona da Allah ruzu verir. Özünü nə yuxarı tutursan. Bu həyatda ən uca adam, bir nömrəli insan kimdir? Ağa Rəsulullah sallallahu aleyhi və səlləm. Bir nömrəli insandır. Belə yazırlar kitablarda ki, Ağa Rəsulullahı tanımayan adam onun məclisinə gəlsəydi, bilməzdi ki, Peyğəmbər kimdir. Niyə görə? Çünki həmişə dairəvi oturardılar. Dairəvi əyləşərdilər, bir nəfər gəlsəydi, bilməzdi Peyğəmbər kimdir. Gör, nə qədər təvazökar insandır. Və o cürə olmaq lazımdır. Təkəbbür pəs mənası budur ki, insanda olmayan bir mövqeydən özünü göstərməklik. Buna deyərlər təkəbbür əhli. Bir insan ki, bir mövqeydə yoxdur. Misal üçün, bir nəfər həkim deyil, bir nəfər alim deyil. Gəlib, çıxa oturan mənbərdə özünü alim kimi təqdim eləyir. Bu adam təkəbbür əhlidir. Nə ayin bilir, nə oyun bilir, nə misal üçün bir şey bilmir. Öz mövqeyindən çıxış eləmir. Bir insan öz mövqeyindən çıxış eləmədi, o adam təkəbbür əhlidir. Amma yox, ola bilər bir nəfər elə həkimdir, bir nəfər elə alimdir, bir nəfər elə misal üçün mühəndisdir və öz mövqeyindən çıxış eləyir, xeyr, bu adam təkəbbür əhli deyil. Bəs məlum oldu, təkəbbür buna deyərlər. İndi Allah Teala buyurur ki, İlla iblis, yalnız iblis səcdə etməli, İstəkbərə və təkəbbürlük elədi və kavnə minəl kafirin, kafirlərdən oldu. Kafirlərdən oldu. Allah Teala buyurdu, qalə ya iblis, Allah buyurdu ki, ey iblis, ma mənəəkə ən təscüdə limə xələqtu biyədəyyə, sənə nə mane oldu ki, mən özüm əlimdən yaratdığım bir kəsə səcdə etməklikdən sənə nə mane oldu? Mane olmalı bir şey lazımdır da. Niyə görə sən səcdə eləmədin? Ha? İndi misal üçün bizim əfrad insanlar görürsən ki, bəziləri var namaz qılmır, səcdə etmir. Ona bir mane olan şey var da. İndiyə ona mane olan şey şeytandır, qoymur onu səcdə etməkliyə, ya başqa bir şey mane olur ona. Əstəkbərtə, təkəbbürlük etdinmi? Təkəbbürlük etdinmi? Allah buyurur. Əm kuntə minəl alin, yoxsa sən alilərdəndin. Söhbət buradadır. İndi o adam da gəlin məscidə,
Peyğəmbərdən soruşur ki, Allah Teala Qur'an-ı Kərimdəki buyurur şeytana, İstəkbərtə, sən təkəbbürlük etdinmi? Əm kuntə minəl alin, yoxsa sən ucalardandın. Ali, Ali sözündəndir, ulub sözündəndir, uca. Ki biz Allah Teala üçün ki adları gələndə deyirik, ulubvən kəbira, ulubvü kəbir, yəni böyükdür, ucadır. İndi alilər, orada o adam soruşur ki, ya Resulallah, o alilər kimlərdir ki, Allah Teala buyurur ki, sən alilərdəndin. Çünki Allah əmr edib ki, hamınız səcdə edin. Əgər səcdə yəni ehtiram eləyin, səcdə edin, yəni ehtiram eləyin, hörmətini tutun. Allahın sözü ilə səcdə eləmək elə Allaha səcdə eləməkdir. Bir nəfər elə belə fikirləşməsin. Bir kəsi ki, Allah əmr eləyir ki, bura səcdə eləyin, bəs Allahın sözü ilə səcdə eləməkdir, çünki səcdə Allahdan başqa heç kəsə ola bilməz. Amma Allah burada buyurur ki, səcdə edin, yəni Allahın sözü ilə səcdə etməkli elə Allaha səcdə eləməklidir. Düzünə qalan. İndi Allah Teala ki buyurub burada səcdə edin, Allah Teala burada fazil məfzul söhbəti vardır. Heç vaxt fazilə deməz ki, əgər mələklər o yaranış ki var idi, Adəm, ki Allah o bəşəri yaradırdı, o bəşəri yaradanda, əgər o Adəm, mələklər o Adəmdən uca olsaydı, Allah adildir, heç vaxt əmr eləməzdi ki, ona səcdə edin. Niyə? Çünki fazil gəlib məfzulun xidmətində dursun, olmaz. Bəlkə nədir? Adəmin üstünlükün bildirir burada Allah Teala. Adəmin ucalığını bildirir. Hətta Qur'an-ı Kərimdə bir yerdə Adəm gəldi, müəllim oldu mələklərə. Fəəlləmə Adəməl əsma'a kullaha sümmə ərəzəhum ələl mələikə qavlə ənbi'uni bi əsma'i haulai in kuntum sadiqin qalu la ilmə lənə illa ma əlləmtənə qavlə ya Adəm ənbi'uhum bi əsmaihim. Adəm öyrət mələklərə bunların adları. Adəm oldu müəllim, mələklər oldu nə? Şagird. Şübhə yoxdur ki, müəllim ucadır həmişə şagirddir. İndi burada da məsələ budur. Bəs burada bir para alilər olub ki, onlara əmr olunmayıb səcdə eləsinlər Adəmə. Niyə görə? Çünki o alidirlər, onlar ucadılar Adəmdən. Adəmdən ucadılar. Uca olmaqlarına görə Allah Teala əmr eləməyib onlara səcdə etkinən Adəmə. Niyə? Çünki bunlar ucadılar. Adəmə səcdə etməzlər. İndi bu ərəb də gəlib Peyğəmbərdən soruşur. Soruşur ki, ya Resulallah, o alilər kimlərdir? Kimdir onlar? O alilər ki, Allah buyurur Qur'anda, o alilər kimdir? Görürsünüz, o ərəb nə qədər fətanətli, bacarıqlı bir insan olub, Qur'andan nə çıxardır? İndi Həzrət Resul-i Əkrəm sallallahu aleyhi və səlləm ona cavab verir. Buyurur ki, ey qardaş, bil və agah ol günan. Allah təbarəkə və teala heç bir şeyi xəlq eləməmişdi. Heç nə yox idi. Öz nuru pakindən məni, Əlini, Fatiməni, Həsəni və Hüseyni xəlq elədi. Heç nə yaranmamışdı. Heç bir şey yox idi. Biz Allaha həmd edirdik, təhmid edirdik, təmzid edirdik, təsbih edirdik ki, bir dənə Allaha təsbih edən yox idi.
Yox idi bir nəfər ki, bir kəsin ki, Allaha təsbih deyə, Subhanallah deyə, Elhamdülillah deyə, La ilahə illallah deyə. Belə bir kəs yox idi, çünki yaranmamış idi, heç nə yox idi. Biz nə inirdik? Allaha təsbih və təqdis edirdik. Və bir zamanı ki, Allah təbarəkə və təala iradə elədi yaratmaqlığı, mənim nurumu şiqqələdi və ərşi yaratdı. Ərş mənim nurumdandır və mənim nurum Allahın nurundandır. Mən ərşidən artığam. Əlinin nurun şiqqələdi. Əlinin nurundan mələikələri yaratdı. Əlinin nuru, mələikələr Əlinin nurundandır, Əlinin nuru Allahın nurundandır, Əli mələklərdən artıqdır. Fatimənin nurun şiqqələdi. Fatimənin nurundan yer və göyləri yaratdı. Yer və göylər Fatimənin nurundandır, Fatimənin nuru Allahın nurundandır, Fatimə artıqdır yer və göylərdən. Salavat zikr edin. İnşallah hədisin ardını danışacağam sizin üçün. Bir salavat zikr edin. Bəs bildik də bu alilər kimlərdir? Alilər Ağa Rəsulullah, Həzrət Əli əleyhissalam, xanım Fatimə-i Zəhra, İmam Həsən və İmam Hüseyin. Bu nuru pakilər var idilər və Allah Teala da neynədi? Adəmi yaratdı, əmr elədi ki, səcdə eləyin bu alilərə. O əmri yox idi. Niyə görə? Çünki bunlar hər bir şeydən ucadılar. Yerdən, göydən, behiştidən. Ağa Resulullah haman hədisin axırındadır ki, İmam Hüseynin nurundan cənnəti yaratdı. Ki, İmam Hüseyin cənnətdən nədir? Artıqdır. Bəs alilər bunlardır. Qalə, şeytan dedi, ənə xeyrun minhu, mən Adəmdən artıqam, daha yaxçıyam. Niyə? Allah şeytana lənət eləsin. Amma bəzən də görürsən şeytanı elə insan qucaqlayır ki, söymüyor bunu, yazlıqdır. Salavat zikr. Qalə ənə xeyrun minhu xələqtəni min nari, ki, məni oddan yaratmısan və xələqtəhu min tin, onu palçıqdan yaratmısan. Od palçıqdan üstündür. Əl-insaf vəl-mürüvvət. Biz indi varıq. Od üstündür, yoxsa palçıq. Hərənin bir xüsusiyyəti var. Hərənin bir faydası var. Odun da faydası var. Torpağın da faydası var. Amma odunun işi nədir? Yandırmaq, məhv eləməkdir, kül eləmək. Düzdür, başqa faydaları da var. Amma torpağın nədir faydası? Münbit eləmək, yetişdirmək, becərmək. Baxır, bu şeytanın sözüdür də, bizim şeytan. Allah buyurur ki, şeytan belə dedi. Qalə ənə xeyrun minhu xələqtənu min narin və xələqtəhu min tin. Və istikbar elədi, təkəbbürlük elədi. Qalə, Allah Teala buyurdu, fəxruc, çıx behişdən. Fəxruc minha, çıx buradan, çıx behişdən. Fə innəkə rəcim, sən qovulmuşsan, rəcimsən, yəni rəhmətdən uzaqsan. Və innə əleykə lənəti, ki, həqiqətən sənə mənim lənətim vardı, yəni rəhmətim sənə şamil olmaz. Allah buyurur bunu.
Şeytan bir mövqeydədir ki, Allahın rəhmətindən uzaqdır, rəcimdir. Lənəti ilə yevmiddin. Din gününə qədər sən mənim rəhmətimdən uzaqsan və lənətim sənə şamildir. Qal, şeytan orada bir söz dedi. Rəbbi, ey mənim Rəbbim, fəənzirni, pəs mənə möhlət ver. Ənzirni, yəni mənə möhlət ver. İlâ yevmi yub'asun, qiyamət gününə qədər mənə möhlət ver. Qalə fəinnəkə minəl munzərin. Allah buyurdu ki, sənə möhlət verdim, get. İlâ yevmil vəqtil məlum, amma qiyamət gününə qədər yox. Müəyyən olan günə qədər sənə möhlət verdim, qiyamət gününə qədər yox. İlâ yevmil vəqtil məlum, məlum olan günə qədər mən sənə möhlət verdim. O nə zamandır, onu Allah bilir, amma bəzilər deyiblər ki, rəcət olandadır, filandır, müxtəlif sözlər deyilibdir bu barədə. Qalə fəbiizzətik. Orada şeytan dedi ki, and olsun sənin izzət-ü cəlalıva. Allah'a dedi, sənin izzətüvə and olsun. Lə'uğviyənnəhum əcməin. İnsanların hamısını, bu Adəmin, övladının hamısını aldadacağım. Lə'uğviyənnəhum. Ərəb dilində bir para sözün, cümlənin məzmununu təkidləndirən ədadlar var, hərflər var. Onlardan biri lamdır, biri nun-u təkidi səqilədir. Nun-u təkidi xəfifə varımızdır, bir də səqilə varımızdır ki, daha şiddətli gücləndirir. Burada lə'uviyənnəhum, lam gətirilib gəlib, əsl söz uğviyədir, uğviyə, aldatmaq. Bir dənə lam gətiriblər, lə'uviyənnə, əlbəttə, yəqinən, əlbəttə, aldadacağam, bir də nun təkid səqilə gəlib. Lə'uviyənnəhum, əlbəttə, yəqinən aldadacağam. Əcməin, hamısını. İlla ibadək, məgər sənin bir para bəndələrin ki vardır, ki minhumul muxləsin, ki onlardan bir iddəsi də muxləs bəndələrdir. Muxləs, xalis, Allah tərəfindən seçilmiş insanlar. Biz muxlis ola bilərik, amma muxləs ola bilmərik. Muxləs olmaqdan ötürü Allah bizi seçməlidir. Ola peyğəmbərlərdir, imamlardır, ovliyalardır, pak insanlardır. Onları ki Allah seçibdir. İlla ibadəkə minhumul muxləsin. Qal, Allah Teala buyurdu, fəl-haqqu haqqıdır, vəl-haqqa aqul, və haqq olaraq da mən deyirəm, Allah buyurdu, buyururam, ləəmləənnə cəhənnəmə, cəhənnəmi dolduracağım, mələə doldurmaq deməkdir. Görürsən, bir qaba, bir stəkana misal üçün su tökürlər. Bizdə ürfüdə deyir, bir dodaq yeri qoyur da, görürsən ki, o dodaq yeri də qoyulmuyordu. Mələə dolu, ağzına qədər dolu. Buyurur Allah Teala ki, elə molla da o sözləndi ya, onu biləsiniz. Molla da o sözləndi. Molla yəni dolu, elmlə dolu. Elm deyəndə ki, yəni bir para məsələlər, şəriət, filan, Quran oxumaq zat, bunlarla dolu insan. Ləəmləənnə, dolduracağam əlbəttə, yəqinən cəhənnəmə, cəhənnəmi minkə, səninlə, şeytana deyir Allah Teala, səninlə və mimmən təbiəkə minhum və o Adəm övladından sənə tabi olanlarla hamısı ilə birlikdə dolduracağam sizi cəhənnəmə. Bir ayə varımızdır. Allah Teala buyurur ki, cəhənnəmə qiyamət günü Allah Teala buyurar ki, bəsdir, kifayət eləyər, cəhənnəm dilə gələr, deyər, həl min məzid,
Var yenə də ver. Bəli. İndi ləəmləənnə şeytana tabi olmaq lazımdır. 5 gün, 10 gün həyatdır, qardaş. 5 gün, 10 gün həyatdır. Həyat güllə kimi gedir. Güllə kimi. Həyat çox sürətlə gedir. Dekabr gəldi, çatdı. Elə bir dünən idi. Ha? Nə qədər belənçində dekabr? Mənim misal üçün 65 yaşım var. 65 dənə belə dekabr ötürdük. Nə olacaq indi bundan sonra nə olacaq? Güllə kimi həyat gəlib gedir. Xofta vermə. Şeytanın burnun yerə sürt. Şeytanın burnunu sən necə yerə sürtə bilərsən? İmam-ı Zaman ağa buyurur. Allaha səcdə eləyin. Səcdə eləməklə siz şeytanın burnunu yerə sürtürsünüz. Bəli. Bütün davalar bu dünyadakı davalar var. Bunlar hamısı nəyin üstündədir? Pulun üstündədir. Bu dünyada olan müharibələr var, nə bilim, ora, bura, Ukrayna, filan. Bunlar hamısı pulun üstündədir. Pula görə vuruşurlar. Hər şeylər puldan ötürüdür. Və axirət davaları da səcdə üstündədir. Şeytanın bizimlə davası səcdə üstündədir. İstəyirsən ki, şeytanın burnunu yerə sürdəsən, Allaha səcdə elə. Şeytan niyə görə qovuldu? Səcdə etmədiyinə görə. Amma sən səcdə elə ki, almasın axirətimizi əlimizdən. Ləəmləənnə cəhənnəmə minkəm və mimmən təbiəkə minhum əcməin. Bəs sələvat işləyək. Allah təbarəkə və teala axirətimizi xeyr eləsin. Günah səhv xətalarımızdan əfv qələm çəksin. Allah Teala bizə kömək olsun. Şeytan çox güclü düşməndir. Həqiqətən güclü düşməndir. Şeytanın zəncirləri çoxdur insanı bağlamaqdan ötürü. Birini şəhvətlə bağlayır, birini tamahla bağlayır, birini nə bilim nə ilə bağlayır, təkəbbürlə bağlayır, hərəni bir cürə bağlayır. Allah Teala bizə kömək olsun. Biz həqiqətən Allaha sığınsaq inşallah şeytan bizə güc gələ bilməz. Quran-ı Kərimdə ayə varımızdır bunun haqqında. Salavat zikr eləyək inşallah. Allah bizə kömək olsun, şeytanın şərrindən qorusun. Allah Teala şeytanı bizdən uzaq eləsin inşallah. Allah Teala bizi özünə əbd qərar versin, bəndə qərar versin. Bi haqqı nəbiyyina və alihi və bil Fatihə məsəl.